Hər bir istehlakçı dönərxanalarda ümumi, lakin hər kəsin bilməsi vacib olan məqamlara diqqət etməklə ilkin qiymətləndirmə apara bilər. Burada ilk növbədə dönər satılan obyektdə sanitar-gigiyenik qaydalara riayət edilib-edilməməsi vacibdir. İstehlakçı dönər hazırlayan şəxsin şəxsi gigiyena qaydalarına riayət edib etməməsinə də diqqət etməlidir. Dönər hazırlayan işçi mütləq birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyü taxmalıdır. Çarpaz çirklənmənin qarşısının alınması məqsədi ilə dönər hazırlayan və ya satışa təqdim edən işçilərin digər əşyalara toxunmasına yol verilmir. Qanunvericiliyə əsasən ictimai iaşə müəssisələrində və eləcə də dönər hazırlayan və satışı həyata keçirilən obyektlərdə qida təhlükəsizliyinə dair tələblərə ciddi şəkildə riayət olunmalıdır və dönərin hazırlanmasında istifadə olunan ət mütləq şəkildə baytarlıq sanitariya ekspertizasından keçirilməlidir. Digər vacib məsələ isə dönərin hazırlanmasında istifadə olunan ingrediyentlərin saxlanma şəraiti, xüsusilə də temperatur rejimi və mal qonşuluğu prinsipinin qorunması ilə bağlıdır. Belə ki, çiy ətlə bişmiş ət və digər qida məhsullarının yanaşı saxlanılması yol verilməzdir. Həmçinin çarpaz çirklənmənin qarşısını almaq məqsədi ilə istifadə olunan ləvazimatlar və avadanlıqlar, yəni qablar, kəsmə lövhələr, kəsici alətlər, bıçaqlar və s. ayrı şəkildə istifadə olunmalıdır. İstifadə olunan tərəvəzlər, yəni göyərtilər, pomidor, xiyar, axar su ilə təmiz şəkildə yuyulmalı, lavaş və ya çörək, ət təzə olmalıdır. Dönər hazırlamaq üçün istifadə olunacaq çiy ət, eləcə də mayonez və ketçap mütləq tələb edilən temperatur şəraitində saxlanmalıdır. Mayonez üçün optimal saxlanma temperaturu 0,4 Selsi dərəcə, ketçap üçün isə 0,10 Selsi dərəcə təşkil edir. Hər ikisinin ağzı açıldıqdan sonra qapaqları etibarlı şəkildə bağlanmalı və soyuducuda saxlanılmalıdır. Dönər hazırlanan zaman ətin bişirilməsinə diqqət etmək lazımdır. Belə ki, çiy ət və ya yarı bişmiş ət qida zəhərlənməsi riskini artırır. Ona görə ət tam yaxşı bişdikdən sonra dönər hazırlanmalı və istehlakçıya təqdim edilməlidir. Dönər hazırlandıqdan sonra 2 saat müddətində istehlak edilməsi tövsiyə olunur. İsti yay aylarında temperatur rejiminin yüksək olması ilə əlaqədar olaraq bu müddət 1 saata qədər qısaldılır. İstehsalçı şirkət və dövlət qurumlarının üzərinə nə qədər məsuliyyət düşürsə, istehlakçıların üzərinə də bir o qədər məsuliyyət düşür. Bu səbəbdən agentlik vətəndaşları ictimai nəzarəti gücləndirməyə və istehlakçını hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda 1003 çağrı mərkəzinə bu barədə məlumat verməyə və dövlətə bu sahədə öz dəstəyini göstərməyə dəvət edir. Realda qida verilişindən bugünlük bu qədər. Hər həftənin çərşənbə axşamı saat 16:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Verilişin təkrarı isə axşam saat 22:30-da efirdə olur. Aparıcı mən idim İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.